37. mətn 5-ci sinif İngilis dili. Lisa Passion Perform Task 120. The British are great pet lovers. Britaniyalılar böyük heyvan severdirlər. Keeping pets is their hobby. Ev heyvanı saxlamaq onların hobbisidir. There are about 12 million pets in Britain. Təqribən 12 milyon ev heyvanı var Britaniyada. Many families have got one or more pets. Çoxlu ailələr bir və daha çox ev heyvanı saxlayırlar. British people love to keep dogs very much. Britaniyalılar it saxlamağı çox xoşlayırlar. There are about 6 million of them in Great Britain. Demək 6 milyon it var Böyük Britaniyada ev heyvanı kimi. The second favorite pets are cats. About 5 million. İkinci yerdə ev heyvanı kimi pişiklərdir, 5 milyondur təqribən. Some families do not keep cats or dogs. Bəzi ailələr pişik və it saxlamır. They keep other animals as pets in their homes. Onlar başqa heyvanları ev heyvanı kimi öz evlərində saxlayırlar. Rabbits, dovşanlar, parrots, tutuquşular, tortoises, tısbağalar, monkeys, meymunlar. British people think that their pets are an important part of the family. Britaniyalılar düşünürlər ki, onların saxladığı heyvan onların ailəsinin mühüm hissəsidir. They give them nice names. Onlar onlara yaxşı adlar verirlər. They like to name their pets after famous people. Onlar ev heyvanların adlarını məşhur insanların adı ilə adlandırmağı xoşlayırlar. Bex, Britney, Batman are popular names for cats and dogs. Pişiklər və itlər üçün məşhur adlardır. Pets are very expensive. Bu ev heyvanı çox bahalıdır. British people spend a lot of money on their pets. Britaniyalılar öz evində saxladığı heyvanlar üçün çoxlu pul xərcləyirlər. They buy them expensive things. Onlara bahalı şeylər alırlar. Nice food, gözəl yeməklər, and beds and in pet shops və heyvan mağazasında onlar üçün çarpayılar alırlar. Burada çalışmalar var. Task 1, text, correct title, doğru başlığı seçin mətnə. İkinci çalışması circles, opposite observe, cheap. Cheap sözünün antonimini seçin. Bir ilə ikinci çalışmaların cavablarını şərh bölməsində yaza bilərsiniz.